Buraxılış balını sınaq balından ən azı 50 bal qaldırmaq istəyirsənsə, doğru videodasan, sonuna kimi çıxma, heç sən itirməyəcəksən, ən azından motivasiya almış olacaqsan. Səhifəmizdə izləyin ki, bu tip videolar çox gəlsin. Bismillah, getdik. Baxın, birinci növbədə elə bu videonun altından girib hədəflədiyim balı yazırsan ki, nə qədər istəyirsən, 250, girib onu yazırsan. Hər dəfə ruhdan düşdükdə, bu bilirsən nəyə oxşur? Bu artıq məsuliyyət götürməyə oxşur. Sən həvəsdən düşəndə də, yorulanda da yadına oraya yazdığın o 250 söz düşəcək və məcbur olub yatmaq istəyəndə yatmayacaqsan. Tənbəllik eləyəndə eləməyəcəksən. Telefonla 3 saat oynayanda məcbur onu 1 saat edəcəksən ki, mən orada o boyda kəlmə çıxartmışam, cümlə çıxartmışam ağzımdan. Ona görə bu birinci növbədə üzərinə bir məsuliyyət götürmək olsun. İkinci, özünü inandıracaqsan ki, mən bu balı toplayacağam inşallah. Və bir də özünü allatmaqla inandırmaq başqa şeylərdir. Sən biri var, olan bir şeyi doğru şəkildə qəbul eləmək. Mən görürəm ki, fakt mən 100 testdən 90 dənə yaza bilirəm və hər mövzuda verilən tapşırıqları edirəm, çalışıram və sadəcə nə qalıb özünə inanmaq. Özümü inandırıram ki, mən çalışıramsa nəticəmdə olacaq inşallah. Bir var, mən heç nə eləmirəm. Fikirləşirəm ki, girəcəm orada, kimsə yanımda yaxşı bilən biri gəlib oturacaq, mənə kömək edəcək. Bu artıq özünü allatmaqdır. Görərsiniz, sınaqda yazmaq, amma orada yazıb boş şeydir. Sınaqda yazmışsan, sonra da yazmayacaqsın. Yəni, bu özünü allatmaqdır və bir yerdən sonra insan o qədər yalan danışır ki, öz dediyi yalanlara da inanır. Bu çox qorxulu bir şeydir. Bunu eləməyin, istər təhsildə, istər də həyatda. Bu da getdi. Və demin test topuzun qoyursan qarşına. Əsas nitq hissələrinə xüsusən %100 sual düşür. Hər əsas nitq hissəsinə isim, sonda morfoloji xüsusiyyətlərdən axırıncı testləri işlə. Bu qaydada isim, sifət, sayə əvəzi bu şəkildə, feil bu şəkildə gedəcəksin. Və digər mövzularda da bunu bu cür edin. Və sonra gəlir bizim Enva Akademiyanın mətn kitabı. SSL-in mağazalarını göstərin, tapacaqsınız. Burada hər mövzuda 10 dənə dil qaydası testi var. Öldürücü suallar, qəşəng suallarda, yəni beyin şişirdən, düşündürən suallarda mütləq bunu işləyin. Buradan 8-dən 7 dənə yazırsansa, orada 10 dənə yaza biləcəksin deməkdir. Və mətnlərdən isə ilk 40-50 mətni heç olmasa işlə. Yəni, günə bircə dənəsini işləsən kifayət edəcək. Və təbii ki, məsləhət görərdim ki, əgər imkanın varsa, bacarırsansa, Enva Akademiya heç olmasa sınaqlar qrupuna qoşul və yaxud sürət qrupuna qoşul. Bu 2 ay bizlə bu şəkildə paralel hazırlaşır və yaxud da öz müəlliminə deyir ki, müəllim, mənə özel olaraq mənim üçün 2 aylıq proqram qur. Bizim qruplarına hazırlaşmaq üçün 055 597 01 51 yazırsınız, bizlə hazırlaşırsınız.